Salam əziz izləyicilərim. Bugün mən hazırlamış olduğum ləzzətli bulka reseptini sizinlə paylaşmaq istəyirəm. Bunun üçün götürmüş olduğum unun üzərinə 1 yemək qaşığı maya, 2 yemək qaşığı qədər ilıq su töküb qarışdırıram və mayanın aktivləşməsini gözləyirəm. İstifadə edəcəyim yağ və yağ tortasını əridirəm. Aktivləşmiş mayanın üzərinə 3 yumurta və yarım kiloqram şəkər tozunu tökürəm. Mayamızın necə aktivləşdiyini videoda da aydınca görmək olur. Aktivləşmiş mayanın üzərinə 500 qram südü hissə-hissə töküb qarışdırıram. Sonra üzərinə yağ və yağın tortasını qarışdırıb tökürəm. Sonda isə 1 çay qaşığı sarı kök və 1 vanil töküb xəmiri yoğurmağa başlayıram. Xanımlar, xəmiri yoğurarkən əgər südü az olarsa, ehtiyac olarsa, o zaman əlavə süd əvəzinə su tökməyinizi məsləhət edirəm. Ümumiyyətcə öncədən su və südü qatışdırıb elə də yoğura bilərsiniz. Yəni o cürdə gözəl olur. Xəmiri toparladıqdan sonra 25 ml duru yağı üzərinə hissə-hissə töküb xəmiri yoğurmağa davam edirəm. Gördüyünüz kimi belə bir yumşaqlıqda xəmir olmalıdır. Xəmiri yoğurduqdan sonra üzərini bağlayıram və kənarda isti bir yerdə mayalanmağa qoyuram. 2 saatdan sonra xəmirimiz mayalandı. Xəmiri kiçik hissələrə bölüb kündələyirəm. Bulkaları istədiyimiz formada hazırlamağımız üçün kündələməyimiz vacibdir. Bulkaların bir neçəsini mən gavalı cemi ilə etmək istədim. Əvvəlcə yayıram, sonra tərs çevirib içərisinə biraz cem qoyuram. Əlbəttə ki, bu zövqə görədir. Kim necə istəsə, nə qədər istəsə qoya bilər. Sonra arxasını möhkəm bağlayıb kənarlarını əlimlə düzəldirəm. Və başqa bir kündəni isə əvvəlcə duru yağın qapağını götürürəm. Kündənin orta hissəsindən basıb kənarlarını bıçaqla kəsirəm. Sonra isə xəmirin uclarını əlimlə sıxaraq arxaya birazca çəkirəm. Əziz izləyicilər, mənə dəstək üçün videolarımı bəyənib abunə olsanız çox sevinərəm. Buna görə əvvəlcədən sizə təşəkkür edirəm. Beləliklə hazırladığım bulkaları soba sinisinə yerləşdirirəm. Sonra isə əlavə yarım saat saxlayıram. İki yumurtanın sarısı və biraz südü yaxşıca qarışdırıb bulkaların üzərinə çəkirəm.
Sobanın 150 dərəcəsində yaxşıca üzəri qızarana qədər bişirdim. Budur, həqiqətən çox gözəl, möhtəşəm, ləzzətli bir bulkalar alındı. Videomu bura qədər izləyən hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm. Bundan da gözəl təamların hər birinizin evində bişməsini arzulayıram. Beləliklə bir videonun da sonuna gəldik. Sağ olun, yeni videolarda görüşənədək.